Orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma prosesini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün yaxşı vasitədir. Tərkibi A, B, B1, B2, B3, B4, B6, B9, C, Y, D, K, H, PP vitaminləri, şəkər, flavonoid, alkaloid, amin turşuları, dəmir, mis, kalsium, kalium, natrium, yod, sink, bor, maqnium, fosfor, selen, fitor kimi minerallarla zəngindir. Qanda ateroskleroza səbəb olan pis xolesterolun və şəkər səviyyəsini aşağı salır, mübadilə proseslərini tənzimləyir. Sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Bunlar videomuzun mövzusu olan qarğıdalının faydalarının bir qismi idi. Bu barədə geniş məlumata keçməzdən öncə 2 saniyənizi ayırıb kanala abunə olub, videonu bəyənməyinizi, bildirişləri aktiv etməyinizi xahiş edirəm. Beləcə paylaşılan bütün faydalı və maraqlı videolardan dərhal xəbərdar olacaqsınız. Qarğıdalının faydaları ilə 20 başlıqda tanış olaq. 1. Qarğıdalı yağlı və qızarmış qidaların mənimsənilməsini asanlaşdırır. Onların orqanizmə olan mənfi təsirini azaldır. Bu səbəbdən ağır qidalardan sonra bişmiş qarğıdalı yemək müsbət təsir göstərir. 2. Qarğıdalı uşaqlara əks göstəriş deyil. Qarğıdalı sıyığı körpələr üçün çox xeyirlidir. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır. 3. Qarğıdalı iştahını azaldır və bu səbəbdən arıqlama məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər. Qarğıdalı həm arıqlamaq, həm də əzələ kütləsi artırmağa imkan yaradan az saylı bitki tərkibli ərzaq məhsullarından biridir. 4. Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr yüngüllük hiss edəcəklər. Çünki öd qovucudur. Bişmiş qarğıdalı və saçaqları, hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. Qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yemələri tövsiyə olunur. 5. Qəbizlik tənbəl bağırsaq sindromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək peristaltikanı aktivləşdirir. Ona görə qəbz insanların qarğıdalı yeməsi tövsiyə olunandır. 6. Təzə, sütül qarğıdalı dəmləməsi mədə-altı vəzə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu maddələr mübadiləsini tənzimləyəcək. Pankreatit və diabetli xəstələrə çox faydalıdır. 7. Həm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər. 8. Tərkibində olan mikroelementlər antidepressant və sakitləşdirici təsir edib sinir sistemini tənzimləyir. Əsəbi insanlara faydalıdır. 9. Hamiləlik və süd verən analar üçün vacibdir. Qarğıdalı hamiləlikdə toksikozla mübarizə aparır. Süd verənlərdə isə laktasiyanı artırır. 10. Qarğıdalı mübadilə proseslərini yaxşılaşdırır. Ürək və damarları möhkəmləndirir. Qanı təmizləyir. Xolesterol və qanda şəkəri tənzimləyir. Qan azlığının profilaktikasında çiy qarğıdalının faydalarından yararlanmaq olar. Dənələrində olan kalium, natrium insanı infarkt, insult və kardioloji problemlərdən qoruyur. Eləcə də podaqa, nefrit zamanı ağrı tutmaları azaldır. 11. Müntəzəm qarğıdalı qəbul edənlərdə immunitet aktivləşir. Bununla da infeksion xəstəliklər və viruslara qarşı dözümlülük yaranır. 12. Qarğıdalının tərkibində olan keratinoidlər görmənin itiliyi üçün vacibdir. Ona görə görməsi zəifləyənlər və yaşlı insanlar qarğıdalını bir qədər bol yeməsi tövsiyə olunur. 13. Bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin qarşısını alır, qəbizlikdən qoruyur. 14. Təzə qarğıdalı böyrəkləri qum və daşlardan təmizləməyə kömək edir. 15. Tərkibində olan kalsium və fosfor sümük və oynaqların sağlamlığını qoruyur. 16. Hüceyrələrə antioksidant təsiri var. Fermentativ tərkibi bağırsaqlarda bədxassəli şişlərin yaranması və böyüməsinin qarşısını alır. Yoğun bağırsaq şişlərinə qarşıdır. 17. Qarğıdalı Alzheimer xəstəliyi təhlükəsini azaltmağa kömək edir. 18. Hemoroid və kolorektal xərçəngi kimi xəstəliklərin qarşısını alır. Yaxşı bir antioksidant mənbəyi olan qarğıdalı bu sayədə bir
antikanserogen qida mənbəyidir. 19. Yüksək təzyiqi aşağı salan qarğıdalı anemiya riskini də azaldır. 20. Dərinin sağlamlığını qoruyur. Qarğıdalı dənəsi gənclik və dərinin gözəlliyinin konsentrantıdır. Əgər qidaya müntəzəm olaraq çiy və qaynadılmış qarğıdalı əlavə etsək, hüceyrələrin qocalma prosesi yavaşlayacaq. Qarğıdalının saçaqları xalq təbabətində geniş istifadə olunur. Qarğıdalı saçaqları qanda şəkərin səviyyəsini aşağı salır. Sidik qovucu və öd qovucu effektinə malikdir. Aterosklerozla mübarizə aparır. Qarğıdalı unu kosmetik vasitə kimi istifadə olunur. Qarğıdalı unu qaynar su ilə qarışdırılır və ilıq vəziyyətdə üz dərisinə çəkilir. Belə maska dərini təmizləyir, ağardır, ləkələri aparır, dərinin rəngini daha yaxşı və sağlam edir. Bu maskaya limon, bal və yumurta əlavə etdikdə maska dərinin qabıqlanması və quruluğu ilə mübarizə aparır, dərinin tonusunu artırır. Bəs qarğıdalının zərərləri nələrdir? Kimlərə qarğıdalı olmaz? Bütün qidalarda olduğu kimi qarğıdalının da həddən artıq yeyilməsi bir sıra fəsadlara səbəb ola bilər. Qarğıdalı yüksək nisbətdə beta-karotin və A vitamini ehtiva edir. Sağlamlıq üçün faydalı olan beta-karotin və A vitamini siqaret çəkənlər üçün faydadan daha çox zərərlidir. Davamlı siqaret çəkənlər bol miqdarda qarğıdalı istehlak etdikləri təqdirdə ağciyər xərçəngi risklərini də artırmış olurlar. Yüksək miqdarda yağ turşları ehtiva edən qarğıdalı həm ürək xəstəlikləri baxımından risk qrupunda olanlar üçün, həm də ürək xəstələri üçün təhlükəli vəziyyət yarada bilər. Bol miqdarda istehlak edilən qarğıdalı qanda şəkər səviyyəsini yüksəldə bilər. Həddən çox qarğıdalı yemək artıq çəki almağa səbəb ola bilər. Bundan başqa, kəskin mədə-bağırsaq xorolarında və köpə olanlara da məsləhət deyil. Çünki qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddindən artıq çox yemək olmaz. Eləcə də çəkisi müxtəlif səbəblərdən azalanlar yeməsin. Qanın laxtalanmasının artması, troplaşmaya meyillilik, mədənin və 12 barmaq bağırsağı xora xəstəliyi, iştahsızlıq zamanı qarğıdalının qəbulundan imtina etmək lazımdır. Belə hörmətli izləyicilər, daha bir faydalı videonun sonuna gəldik. Növbəti videonun mövzusu nə olsun? Rəy dəstəklərinizi qeyd etməyi unutmayın.